elektrolitik dissosiasiya, elektrolit hidroliz mövzusundan 3-cü günün suallarına baxırıq. 80 nömrəli test tapşırığında deyir ki, 1 mol kalsium nitratın suda həll etdikdə əmələ gələn iyonların sayı 9-dan %2 vur 10^23 olarsa, dissosiasiya dərəcəsini hesablayın. İlk öncə gəlin bu iyonlara ayıraq. Kalsium nitrat. Ancaq kalsium 2 müsbət üstəgəl 2 mol. Yəni 13 mənfi. 1 mol duzdur. Əgər bu dissosiasiya uğrayarsa, 100% olarsa alfa. Bu zaman 3 mol iyon əmələ gələr. Gördüyünüz kimi bu 1 moldur. Amma burada deyir ki, 9-dan %2 vur 10^23'dür. Bunu da altdan deyim. Bu verilən qiyməti altdan %2 vur 10^23 1 moldur. Bəs 9,3 vur 10^23 nə qədərdir? Bunu da x-nə işarə edirik. Bu da eləyəcək 1,5 mol. Deməli, 1 molun dissosiasiyası nəticəsində deyir 1,5 mol iyon əmələ gəlibdir. Normalda alfa 100% olanda, baxın, alfa 100% olanda 3 mol iyon əmələ gəlir. Bəs alfa neçədir ki, 1,5 əmələ gəlir? Buradan da x-i tapırıq, 50%. Cavab B variantı. Devam edirik. 72 nömrəli test tapşırığında elektrik cərəyanı keçirir. Natrium xlor ərintisi, bəli, keçirir. Natrium xlor suda məhlulda keçirir, amma natrium xlor bərk halda keçirmir. Duz, yəni bərk halda keçirmir. Ya ərintilməlidir, ya da suda həll olan duzlar suda həll olunmalıdır. Sonra 72. Natrium sulfat duzunu suda məhlul elektroliz zamanı elektrolizlərdən hansı maddələr ayrılır? Natrium SO4 aktiv metalın, burada oz düşüb təzə yazılır. Natrium SO4. Bu elektroliz zamanı burada aktiv metal olduğuna görə katodda hidrogen ayrılır. Oksigenli turşunun qalıq olduğuna görə anodda oksigen ayrılır. Yəni suyun parçalanması baş verir. Məhlulda isə elə duz özü qalacaq. Yəni H2 və O2 E variantı olacaq. Burada isə yazmadım. 1-lə 2 düzgün cavabdır. Yəni D variantı. 9 nömrəli test tapşırığına baxır. Natrium karbonat və kalsium xlorid məhlulları arasında gedən reaksiya tam iyon tənliyi hansı halda doğru göstərilmişdir? Tam iyon tənliyi isə, yəni bunu ilk öncə iyonlara ayırmalıyıq. 2 mol natrium müsbət üstəgəl kalsium 2 müsbət isə suda həll olan olduğuna görə ikisini də ayıracaq iyonlarla. İndi burada reaksiya gedəcək, natrium xlor əmələ gələcək və kalsium karbonat əmələ gələcək. Təzədən kalsium xloru, natrium xloru daha doğrusu ayıracaq iyonlara. Üstəgəl xlor. Üstəgəl burada kalsium karbonat isə çöküntü olacaq. Bu bütöv şəkildə yazılacaq. İndi baxırıq. Natrium üstəgəl SO2 mənfi kalsium xlorid və cavab belə variantı olacaq. Molekulyar tənliyin istisi yazaq, tam aydın olsun. Natrium karbonat üstəgəl kalsium xlorid. Bu mübadilə reaksiyası, yəni natrium gedib xlorla birləşəcək, kalsium da karbonatla birləşəcək. Alınacaq natrium xlor plus kalsium karbonat çöküntüsü. Misallaşdırıb bura 1-2 atırıq. Həmin bax, bu molekulyar tənlikdir, bu tam iyon tənliyidir. Sonra bu eyni olanlar ixtisar gedəcək. Xlorlar yerdə qalacaq. Bu, bir də bu. Bu da qısa iyon tənliyidir. Sonra sonuncu suala baxırıq. Duzaq suda məhlullarında hansı mühit yaranar? Mühit, yəni K-ion güclüdürsə qələvi mühit, anion güclüdürsə tuş mühit. Hər iki tərəf zəifdirsə və hər iki tərəf güclüdürsə neytral olacaq. Deməli, natrium nitrat və hər iki tərəf güclüdür. Deməli, bu neytral mühitdir. Neytral. Amonium xlorid, bu zəifdir, bu güclüdür. Tuş mühit. Kalium karbonat, turşu zəifdir, bu güclüdür. Bu K-ion güclü, deməli qələvi mühit. Cavab C variantı olacaq.